Bugünkü qonaqlarımızdan biri də BMW Fon avtomobildir. Bu avtomobil bizim daimi müştərimizdir və avtomobil hardasa bir ildən çoxdur ki, axırıncı dəfə bizim yanımıza gəlmişdi. İndi də bizim yanımıza yenə yaxınlaşıb. Deməli, nədir məsələ? Qardaş rentekar sahibidir, avtomobilləri icarəyə verir, rentekara verir və bu avtomobili rentekara verib və avtomobil sürülüb deməli rayonda. Rayondan Bakıya gələn zaman YDM-də yanacaq vurulub və YDM-də yanacaq vurulandan sonra başlayıb biraz nasaz işləməyə, yanımıza yaxınlaşdı. Sveçaları qaralmışdı, çox pis vəziyyətdə idi. Sveçaları. Kontaktları da qaradır, Baqati Sveç deyirlər, buna yanacaq çox verir. Sveçalarını dəyişəcəyik, sonra dedi ki, ümumən Orxan, axırıncı dəfə bir ildən çox sənin yanında olmuşam, bir də ümumi olaraq bax. Deməli, farsunqaları sökdük, sveçaları sökdük. Dibləri yağ idi. Niyə? Çünki üst qışqa prokladkasından yağ verir. Üst qışqa prokladkasının orijinallarını əvəz edəcəyik, sveçalar, alışma şamların yenisi ilə orijinalını əvəz edəcəyik. Daha sonra isə zaslonka qapayıcını söküb, yuyub adaptasiya edəcəyik və avtomobil sahibini yola salacağıq. Əziz izləyicilər, əziz ümumiyyətlə bu rentekar sahibləri və yaxud da ki, digər avtomobil icarəsi ilə məşğul olanlar fərqi yoxdur. İstənilən marka modellər üçün bizim servisə yaxınlaşa bilərsiniz ki, biz sizə endirimli bir paket şəklində sizin avtomobilinizdə olan problemləri aradan qaldırarıq ki, həm xərciniz az çıxsın, həm də ki, siz də qazanasınız, necə deyərlər, biz də qazanaq. Təşəkkürlər, izləmədə qalın.